Salam xanımlar, kanalımıza və yeni videomuza xoş gəldiniz. Bu videoda sizinlə 3 qışa hazırlıq resepti bölüşəcəm. Əgər sizin üçün də maraqlıdırsa, videomuzu sona qədər izləmədə qalın. İlk reseptim qışlıq qarğıdalı konservasıdır. Gördüyünüz formada qarğıdalıları bıçaqla dənələyirəm. Videoda istifadə etdiyim bütün tərəvəzlərin miqdarını açıqlama bölməsində qeyd edəcəm. Oradan rahatlıqla oxuya bilərsiniz. Qarğıdalıların hamısını bu formada dənələyib üzərinə çıxana qədər su əlavə edirəm. Daha sonra qaynadıqda kəfinə yığıram. İsti-isti sterilizə etdiyim bankalara əlavə edib üzərinə duz və şəkər tozu əlavə edirəm və qapağını isti formada bağlayıram. İndi isə keçək ikinci reseptimizə. Qaynatmadan hazırladığım pomidor tutmasını bölüşəcəm sizinlə. Öncəliklə yuyub təmizlədiyim pomidorları bu formada kötü hissəsindən deşləkləyirəm. Daha sonra sterilizə etdiyim 2 kiloqramlıq bankanın içərisinə cəfəri, şüyüd, acı biber, sarımsaq və dəfnə yarpağı əlavə edirəm və pomidorlarımı içərisinə əlavə edirəm. Bu formada balonlarımı doldurduqdan sonra mən içərisinə zövqə görə şirin biber də əlavə etdim. İstəsəniz etməyə bilərsiniz və qaynar su əlavə edirəm. Daha sonra yüngül qapağını üzərinə örtüb 20 dəqiqə bu formada gözlədirəm. 20 dəqiqə gözlətdikdən sonra o qaynar suyu boşaldıram. Duz, şəkər tozu, yumru istiyot və qaynar suya əlavə edib ağzını yaxşı-yaxşı bağlayıram. Qapağını bağladıqdan sonra mütləq yan formada qoyun və ağzını yoxlayın ki, su axıtmasın. Bir gecə adyalın arasında saxlayıb, sonraki gün isə mütləq adyalın arasından götürün və sərin və quru yerdə qışa saxlaya bilərsiniz. Hazırlayın, hər kəsə nuş olsun. Və keçək üçüncü və sonuncu reseptimiz olan dolma biber turşusuna. Bu turşu həqiqətən çox dadlıdır. Daha öncə hazırlamamısınızsa mütləq hazırlayıb dadmağınızı tövsiyə edirəm. Bu formada biberlərimizin içlərini təmizləyib yuyuruq. Yuyub təmizlədiyimiz biberlərin içlərinə bu formada duz əlavə edib bir gecə mütləq gözlədirik. Çünki acı suyu çıxsın və qıcqırma yaranmasın deyə mütləq gözlətməliyik. İçlik üçün bizə lazım olacaq kələm, kök, cəfəri və sarımsaq. Bu formada tərəvəzləri doğrayıb, kökü isə rəndələyib bir qaba əlavə edirik.
Tərəvəzləri doğrayıb bir qaba əlavə etdikdən sonra üzərinə duz əlavə edib yaxşı-yaxşı qarışdırıb üzərinə bir ağırlıq qoymalıyıq ki, onun acı suyu mütləq çıxsın və qıcqırma yaranmasın. Bir gecə bu formada saxlayıb daha sonra suyunu sıxırıq və biberlərimizin içərisini doldururuq. Gördüyünüz kimi biberləri də bu formada duzlamışdıq ki, acı suyu çıxsın. Həqiqətən görün nə qədər onun acı suyu çıxdı. Biberlərimizin içlərini doldurduqdan sonra bu formada sterilizə etdiyim bankaya əlavə edirəm və bir qazana su, sirkə, duz əlavə edib qaynadıram. 5 dəqiqə bu formada qaynatdıqdan sonra bu suyu gözlədirəm, soyuyur. Biberlərin üzərinə 1 çay qaşığı şəkər tozu əlavə edirəm və daha sonra soyutduğum sirkəli suya əlavə edirəm. Sonda da görəcəksiniz ki, sirkəli su az olduğu üçün biberlərin üzərinə çıxana qədər üzüm sirkəsi əlavə edirəm. Əgər sizdə də belə olsa, sirkə əlavə edə bilərsiniz. Daha sonra qapağını möhkəm bağlamayın ki, havası çıxdıqca sirkə aşağı enə bilər və siz üzərinə yenə daha sonra sirkə əlavə edə bilərsiniz. Və budur, artıq tutmamız hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Hələlik!